Hamının bildiği Fatihə surəsi. İhdina sıratel müstakim, bizi düz yola yönelt. Sonra nədir? Sıratellezine en'amte aleyhim gayril mağdubi aleyhim veleddallin. 10 nəfərdən soruşsun tərcüməsini. 8'i deyəcək ki, bizi doğru yola yönelt, nemət verdiyin kəslərin yoluna. Gayril mağdubi aleyhim veleddallin. Qəzəbə düçar olub azğınlığa düşənlərin yoluna yox. Amma orada belə bir tərcümə yoxdur. Çünki sirat sözü yeganə sözdür ki, Quranda tək şəkildə gəlib. Sirat bir dənə nemət verilmiş kəsərindir. Başqasında yoxdur. Niyə əsasən sən tərcüməçi demirsən ki, nemət verən kəslərin yoluna yönəlt? Bunların yoluna yox. Yoxdur bu. Məsələ nətərdir? Bəs necədir? Yəni bu o deməkdir ki, qəzəbə düçar olmayıb, nə də azğınlığa düşməyən nemət verilən kəslərin yoluna.